Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Tülkülər və canavarlar zınqırovlardan niyə qorxurlar adlı Belarus nağılını danışacağam. Bir zamanlar kəndləri dolaşaraq nizam-intizama nəzarət edən bir jandarm vardı. Əyalətin ən hiyləgər heyvanını, yəni tülkünü də öz yanında işlədirdi. İki dost yaxşı iş görürdü. Tülkü izləri tapır, axtardıqları günahkarı heç vaxt əlindən buraxmazdı. Bir gün jandarm belə dedi: "Dostum, sən işinin öhdəsindən yaxşı gəlirsən. Odur ki, sənə bir hədiyyə etmək istəyirəm. Nə arzulayırsan?" "Kirşədəki zınqırovlardan birini mənə ver. Uzaqdan eşidib gəldiyimi anlayarsan. Hiyləgər və təhlükəli tülkü gəlir desinlər." "Yaxşı, razılaşdıq. Kirşəmin ən yaxşı zınqırovunu sənə verəcəyəm. Amma itirsən və ya bir başqasına versən, kürən tülkü xəzin mənim olacaq." "Yaxşı," tülkü dedi. Tülkü zınqırovu alıb boynuna taxdı. Həqiqətən də hara getsələr, daha kəndə girmədən kəndlilər jandarm gəlir deyə evlərinə çəkilir, onlara hörmət göstərirdilər. Tülkünün keyfi kök idi. Canavar bu əhvalatı eşidib tülküyə paxıllıq etməyə başladı. Tülkü ilə canavar köhnə dostlar idilər. Canavar da elə bu dostluğa güvənib tülkünü tapdı. Dil tökərək zınqırovu heç olmasa bir saatlığa ona verməyini istədi. "Amma xahiş edirəm, zınqırovu itirmə," tülkü dedi. "Çünki zınqırovu itsə, jandarm mənim dərimi boğazımdan çıxaracaq." Canavar artıq çoxdan zınqırovu götürüb aradan çıxmışdı. Dərhal çobanların yaylağına gedib dedi: "Mən jandarm göndərib bir qoyun verməlisiniz. Yoxsa hamınızı həbs edəcəm. Bunu sizə söyləməyimi istədi." Amma kəndlilər canavarın fırıldağını anladılar. "Gəl bizimlə, istədiyin qoyunu verək," dedilər. Canavarı itlərin arasına atıb o ki var döydülər. Boynundakı zınqırovu çıxarıb onu qovdular. Canavar tez tülkünün yanına qaçdı. Olanları danışdı. İki dost meşənin dərinliklərinə gedib gizlənmişdilər. Əgər jandarm zınqırovun itdiyini bilsə, ikisinin də dərisini soyacaqdı. Bax elə o gündən sonra iki yaxın dost nə vaxt zınqırov səsi eşitsələr, meşədə gizlənirlər. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.